Bugünkü mövzumuz həqiqətən də cəmiyyətdə çox yayılmış olan, lakin biz həkim psixiatra müraciət etməkdə gecikmiş bir mərhələdə müraciət edirlər. Ağırlaşmış, progressivləşmiş və xəstəliyin klinik əlamətləri şiddətlənmiş formada olur ki, hansı ki mövzumuz tik pozuntusu və Tourette sindromudur. Ötən il bu vaxtlar idi biz bu mövzunu müzakirə etmişdik, çox da böyük marağa səbəb olmuşdu. Tik pozuntusu və Tourette sindromu ümumiyyətlə nədir? Hər bir mövzunu başlayanda bu kəlmə ilə başlayıram ki, xəstəliklərin beynəlxalq təsnifatı və DSM üzrə psixiatrik bir pozuntudur. Psixiatrik bir xəstəlikdir. Bu nevroloji xəstəlik deyildir. Bunu səhv salmasınlar. Və neuropsixiatrik bir pozuntudur. Yəni neuroinkişaf pozuntusudur. Yəni bu zaman beyin biokimyasında neurokimyasal və fizioloji dəyişikliklər gedir. Beyində stereokortika sistemdə, yəni burada beyində dopaminergik neyronlarda dəyişiklik yaranmağa başlayır. Dopaminin miqdarı Parkinson xəstələrində olduğu kimi azalır. Biz bildiyimiz kimi şizofreni ya da psixotik hallarda artır, lakin Parkinson xəstəliyi zamanı azalır və ona görə də təkcə dopamin deyil bu zaman, eyni zamanda noradrenalin və serotonin də ifrazında və sintezində dəyişiklik yaranır. Məhz buna görə də tik pozuntusu və Tourette sindromu zamanı Parkinson xəstələrində olduğu kimi hərəkətlə, davranışla bağlı pozuntular yaranır. Ümumiyyətlə tik pozuntusu və Tourette sindromu necə başlayar? Tik pozuntusu necə başlayar? Tik pozuntusu zamanı şəxsin daxilində yaranmış gərginlik hissini aradan qaldırmaq üçün, yəni bu gərginlik hissi aradan qaldırmaq insanın özünün düşüncəsindən, iradəsindən asılı olmadan, bəzən isə məcburiyyətdən, bəzən isə bu məqsədyönlü xarakteri daşıya bilər. Müəyyən, belə deyək ki, xüsusi təkrarlanan davranışlar və hərəkətlər edir. Biz buna bəzən rituallar deyirik. Məhz buna görə də belə adlandırırıq. Ritualistikdir, stereotipikdir. Necə ki, autistik spektr pozuntusunda dediyimiz kimi, obsessiv-kompulsiv pozuntuda dediyimiz kimi və həmçinin qeyd edərdim ki, bu qısa müddət ərzində sürətli olaraq qəfildən və anidən baş verir. Proses ardıcıldır, yəni dalbadal baş verir bu tiklər və eyni zamanda aritmikdir, yəni ritmik deyildir. Bir sırada getməz, müxtəlif cür ola bilər hərəkətlər və qeyd edərdik ki, bunlar dalğavari xarakteri daşıyır. Yəni bu nə deməkdir? Bir sıra psixiatrik xəstəliklərdə dalğavari sözünü bəlkə də deydikdə dinlənmişsiniz ki, mən demensiyada demişəm, dalğavari xarakterli xəstəlikdir. Gün ərzində, həftə ərzində pasiyentin əhval-ruhiyyəsi, ümumi vəziyyəti, psixotik halı dəyişə bilər. Eyni ilə burada da dalğavari xarakterdir. Şəxsin keçirdiyi stres və emosional vəziyyətlərə bağlı olaraq gün, həftə, ay ərzində tiklər artıb və hətta azala bilər. Və hətta tikin növündən asılı olaraq sadədir, yoxsa mürəkkəbdir. Bu, yarım saniyədən 1 saniyəyə qədər, hətta bəzən uzun müddət davam edə bilər. Və tik pozuntuları nə olar başqa? Kontrollu və kontrolsuz olar. Bu nə deməkdir? Yəni, biz onu idarə edə də bilərik, idarə etməyə də bilərik. Əgər uşaq kiçik yaşlıdırsa, ilk növbədə qeyd edim ki, ilk tik pozuntusunun yaranma yaşı 4-6 yaşdır. Yəni bu yaşlarda daha sıx görünür. Daha sıx başlayır başlayır artıq, təkan verir. Əgər 4-6 yaşlıdırsa, bağça dövründədirsə və ya məktəb yaşlıdır, amma kiçik məktəbli siniflərindədirsə, bu yaşda uşaqlarda bir o qədər dərk edə bilmirlər və tiklərini kontrol edə bilmirlər. Yəni onu idarə edə bilmirlər. Lakin artıq belə deyək ki, tik pozuntusu bu 90% bu yaşlarda tik pozuntusu bəzən yoxa çıxır, öz-özündən düzəlir. 10% hallarda isə bu tik pozuntusu davam edir, gəlir çıxır 10-12 yaşa. Bu yaş vaxta qədər adətən 1 aydan 1 ilə qədər davam edir. Biz buna tranzitor tiklər deyirik. Artıq gəlib yetişdikdə müəyyən bir mərhələyə 1 ildən artıq davam eləyəndə biz buna xroniki tiklər deyirik. Əgər 10-12 yaşın üzərində bu tiklər davam edirsə və davam edərək irəliləyirsə və hətta yetişkin dövrdə də davam edirsə, burada artıq şəxs öz-özünü dərk etdiyi üçün bunu kontrol altına ala bilir. Lakin xəstəlik artıq burada daha şiddətlənmiş şəkildə özünü ifadə etmiş ola bilir. Yəni daha sıx-sıx təkrarlanır. Bəli, daha sıx-sıx təkrarlanır. Ümumiyyətlə tik pozuntusu artıb və azala bilər şiddəti. Gəlin, indi sadalayıq görək, bu nə vaxt artar? Nə ilə bağlı artır? Maraqlıdır. Tik pozuntusu nə vaxt artar? Əgər biz evdə isə, ev ortamındayıqsa, rahat bir yerdə isə
və yaxud da ki, yuxusuzluğumuz varsa, emosional bir vəziyyətimiz, stresə bağlı bir vəziyyət varsa, Yəni, həyəcan, gərginlik bəli, varsa, qorxu, təşviş, təlaş, gərginlik, tədirginlik halı varsa, bu zaman artar. Həmçinin biz tip pozuntusunu nə vaxt görərik yeniyetmələrdə? Uşaq məktəblidir, uşaq deyəndə yeniyetmə. Artıq 17-16 yaşı var, universitetə hazırlaşır, o vaxtı artır. 1-ə 5 İmtahan artır. həyəcanları Bəli, tam doğru. yaxınlaşdıqca. Hətta tələbədir qeyd etdiyiniz kimi Günay xanım, imtahan verəcəkdir, semestr imtahanıdır, imtahana bağlı olaraq həyəcanlanar. Kimsə işə daxil olmaq istəyir və hətta hansısa bir işinlə bağlı olaraq imtahan verəcək müəyyən bir mərhələni keçmək üçün o müddətdə tik pozuntusu artar. Nə halda artar? Var olan tik pozuntusu daha da şiddətlənmiş olar. Digər bir halda qeyd edərdim. Bəs görəsən tik pozuntusu nə zaman azalar? Bəzən valideynlər ona görə çaşqın qalıb bizə müraciət edə bilmirlər. Elə bilirlər ki, deyirlər doktor, axı filan yerdə, məktəbdə, filan nə bilim, universitetdə az eləyir axı. Bu aldadıcı xarakteri daşıyır. Bayaq qeyd etdiyim kimi bu artıq böyükdür deyə özünü kontrol altına ala bilir. Əgər şəxs məktəbdədirsə, tələbədirsə, universitetdədirsə, iş yerindədirsə, bu tik pozuntusu azalır. Həmçinin şəxs əsnədikdə, yuxulluq vəziyyətində, yuxuya daldıqda azalar və eyni zamanda uşaqdır, aktiviteləri var. Məsəl üçün, maraqlı bir oyunu sevir və oyunla məşğul olan etapda azala bilər. Ümumiyyətlə, tik pozuntusu bayaq qeyd etdiyim kimi neyroinkişaf pozuntusudur. Tik pozuntusunun əsas mən burada 2 növünü qeyd edərdim. Vokal və motor tiklər. Yəni həm səsli ola bilər, həm də hərəkətli. Bəli, tam doğru Günay xanım. Bunun hər biri də sadə və mürəkkəb ola bilər. Motor tiklər nədir? Bu zaman şəxs bədənində olan və ətraflarında olan qrup və tək halda olan əzələlərdə müəyyən bir qismində məqsəd yönlü, yəni bilərəkdən, çünki daxili gərginliyini aradan qaldırmaq üçün və məcburi xarakterli, müxtəlif, təkrarlanan və ritualistik, stereotipik hərəkətlər edir. Bu hərəkətlər necə ola bilər? Gəlin sadə motor tikləri sadalayım. Sadə motor tiklər zamanı şəxsdə nə baş verir? Valideynlər diqqətli olsun, çünki mən bayaq da mövzuya giriş edəndə söylədim, bəzən diqqətimizdən qaçır, amma çox valideynlər yazır hal-hazırda, 4 yaşında uşaq, uşağın valideyni yazır, 5 yaşında, 6 yaşında, bəzən valideynlər bunu diqqətsizlik və yaxud da bir vərdiş kimi görürlər, amma burada məsələ başqadır. Kimi, bəli, o deyil. Öyrəşmə kimi, vərdiş kimi ki, vərdişdir, gözünü qırpır, çiynini atır, nəsə əlini oynadır. Amma indi qulaq asaq doktora ki, əslində necədir və hansı hərəkətlərdir? Motor tiklər hansılardır? Sadalayıram. Şəxs yerində dayanır, önə, arxaya, sağa, sola gedir və yaxud da dayandığı yerdə fırlanır. Eyni vaxtda nə edir? Əlini tutur, əlini yumruq kimi yığır və yaxud da ki, barmaqlarını tutur, sındırır, qırır, səs çıxartmağa və onunla rahatlamağa başlayır. Bunu dəfələrlə təkrarlamış olur. Qanat çalma hərəkəti eləyir, sanki autizm spektr pozuntusu olduğu kimi. Uçacaq sanki. Bunu dəfələrlə təkrarlayır, bir anlıq tik formasında olur. Yəni, bunu edən zaman o rahatlayır ki, bunu edir, yoxsa gərginliyi azaltmaqdan daxili gərginlik azalır, rahatlayır və artıq düşünür ki, bəzən obsessiv kompulsiv pozuntuya da girir bu xəstəlik. Niyə? Deyir, mən bunu eləməsəm başıma nəsə pis hadisə gələcəkdir. Ona görə bayaq qeyd etdiyim kimi, bu xəstəlik bəzən diferensiyasiya ehtiyacı olur. Və yaxud da ki, nə edir? Çiyini atır, çiyini dartır. Bax, bu formada belə. Boynunu nə edir? Boynunu dartır dala və yaxud da önə doğru. Eyni zamanda sağa və yaxud da sola doğru. Başını sallayır bu formada. Üzlə bağlı olaraq mimik əzələlərlə göstərəcəm. Qaşını qaldırır. Həmçinin kipriklərini yumur, açır. Belə-belə tez-tez gözünü yumub açır, yumub açır. Bəzən deyirlər ki, yəqin gözü zəifdir, ona görə eləyir. Yox, bu tik pozuntusudur. Və yaxud da ki, nə edir? Burnunu götürür, burun yuxarıya doğru yığır bu formada və bunu dəfələrlə təkrarlayır, burun üstündə qırışlar əmələ gətirir. Bu ona xoşluq verir, zövq verir. Valideynlər də deyir ki, vərdiş eləyib, danışa-danışa burnunu yığır və çoxdur belə uşaqlar əslində. Sonra nə edir? Burun pərlərini tərpətməyə çalışır. Burun pərləri dediyim bu kənarlarda bunu tərpətməyə çalışır və bundan böyüdüb balacalaşdırır, yaxınlaşdırır, uzaqlaşdırır. Eyni vaxtda ağız bucağını yığır. Dodağını dişləyir bu formada və bunu dəfələrlə təkrarlayır. Dişlərini qıcadır, göstərir, dilini çıxardır və bunları etməklə Günay xanım xeyli rahatlamış olur. Və yaxud da bu, dediyim bu, belə deyək ki,
eyni vaxtda ətraflarda da müəyyən bir ayaq atma, qol atma, ayağınız tez-tez sirkələmə, bunları edərək rahatlayır. Doktor, bəs bu yemək yeyə ayağı belə yellətmək nədir? Ora aiddir, yoxsa bu tiklərə aid bunlar deyil? əslində yəni belə yellənə. Tik pozuntusudur, nevrotik pozuntularda rast gəlinir. Bayaq qeyd etdiyim kimi, Günay xanım, tik pozuntusu özü tək halda da müşahidə oluna bilər. Digər ola bilər ki, mübadilə pozuntularında, bəzən maqnezium çatışmazlığında, digər xəstəliklər zamanı, yeri gəlmişkən sualınıza cavabını olaraq deyim ki, tik pozuntusu obsessiv kompulsiv pozuntu ilə bir yerdə, autizm spektr pozuntusunda, diqqət əsili və hiperaktiv pozuntu, bayaq mövzuya ki, ondan giriş etdik. Davranış pozuntularında, yaşlı insanlarda Alzheimer, demensiya xəstəliyi zamanı müşahidə oluna bilər. Yəni təkrarlayır. Nəyi? Məsəl üçün deyir, mənim dəqiqədə bir deyir evdə kimsə qaralayır, tutalım ki, deyir ki, mənim kaşlokumu filan kəs oğurlayıb. İçindəki filan qədər pulum var idi, götürdü. Kartımı gedib bankomatdan pul çıxardıblar. Bunu dəfələrlə artıq bu, belə deyək, ritualistik, təkrarlanan davranışlara yetəcək səviyyədə təkrarlamış olur. Yəni hadisə yoxdur, amma hər dəfə bu təkrarlanır, onun dilindən eşidilir. Hər dəfə təkrarlanmış olur. Çünki özü inanır buna. Bəli, Günay xanım. Və yaxud da ki, düşünür, bir obsessiv kompulsiv pozuntudan örnək gətirim. Deyir ki, mən nə bilim, bu qapının arxasına 3 dəfə tüpürməsəm, mənim başıma pis hadisə gələcək. Tüpürür, bunu təkrarlayır, ritualistik hərəkətlərdir. Rahatlamış olur. Və yaxud da qapının dəstəyini 3 dəfə belə etməliyəm, yoxsa günüm uğurlu olmayacaq. Günüm uğurlu keçməyəcək. Bəli, tam doğru. Bu, eyni zamanda biz həmin hərəkətləri, ritualistik hərəkətləri, autizm spektr pozuntusunda uşağın yerində fırlanması, başını yellətməsi, qanat çalması, əlini hərəkət etdirməsi, əşyaları fırlatması, bəli, tam doğru, baraballı əşyaları, ventilator olsun, belə deyim ki, digər də bu fırlanan əşyaları, paltaryanın o barabanına baxması, əlini gedib fırladır, baxsın, bəli, bunların maraq dairəsindədir. Davranış pozuntularında da qeyd oluna bilər. Keçək, indi biz mövzudan çox uzaqlaşmaq istəmirəm. Keçək biz... Doktor, indi onu keçərsiz bir məsələni də soruşum, üzr istəyirəm. Bax, valideynlər çox yazırlar, mən heç bilməzdim. Mən xatırlayıram, biz bu mövzunu haradasa bir ildən çoxdur. Bir ildən çoxdur biz bunu işləmişdik, müzakirə etmişdik. Hal-hazırda valideynlər yazılır və bir çoxu evdə həyat yoldaşlarında bu tiklərin olduğunu və indi hal-hazırda övladlarında bu tiklərin görüldüyünü deyirlər. Bu irsiyyət olaraq keçə bilərmi? Hər zaman, bəli Günay xanım, hər zaman bütün psixiatrik xəstəliklərdə qeyd etdiyim kimi altda yatan səbəb kimi genetik faktorlar vurğulanmaqdadır. Əgər valideynlərin birində tik pozuntusu, Tourette sindromu varsa, bunun digər övladda olma ehtimalı yüksəkdir. Və yaxud da doğulan uşaqların birində varsa, digərində olma ehtimalı yüksəkdir. Və ya birinci və ikinci dərəcəli qohumlarda, xala, bibi, əmi, dayda varsa, bunun ailədə doğulan uşaqda olma ehtimalı yüksəkdir. Ümumiyyətlə, Günay xanım, istənilən psixiatrik xəstəlik saçından tutmuş dırnağına qədər həmişə deyirəm, xarakteroloji cizgilərdə belə genetik faktorlar var. Önəmlidir. Önəmlidir. Yəni bu tiklərdə də valideynlər çox sual verirlər. Hər zaman, bəli, dediyim kimi, intellektual anadan və atadan doğulan uşaqlar heç vaxt əqli geriliklə doğula bilməz. Əgər uşaq əqli geriliklə doğulursa, deməli anada, atada və yaxud da birinci dərəcəli, ikinci dərəcəli qohumlarda genetik olaraq problem var. Və yaxud da ki, ana, indi Azərbaycanda yayğın deyil, ana alkoqol, hamiləlik vaxtında narkotik maddələr istifadə etməyə meyilli olubdur, zərərli vərdişləri olubdur və bu hamiləlik vaxtı uşağın problemli doğulmasına, əqli qüsurlu doğulması, çünki bunlar hər biri beyinə təsir göstərən maddələrdir. Biz bildiyimiz ki, adi narkotik istifadə edən şəxslər bu barədə gələcək verilişlərdə danışaraq psixoz baş verir. Niyə? Çünki beyinə təsir göstərir. Əgər ana da bunu hamiləlik vaxtı istifadə edirsə, doğulan uşaqda beyin problemi. Bəli, birbaşa həmin uşağıma dövlət təsir göstərmiş olur. Keçək indi biz mürəkkəb motor tiklərə. Mürəkkəb motor tiklər dedikdə biz nəyə deyirik? Bunlar adətən kompleks tiklərdir də, belə deyək. Bura biz nəyə aid edə bilərik? Exopraksiya deyirik. Praksiya ümumiyyətlə hərəkətdir də, praksis. Burada nədən gedir söhbət? Yəni, qarşısında olan şəxsin hərəkətini təkrarlamaq. Günay xanım, siz neynəsəz, mən onu təkrarlayacağım. Eləyəcəm, mən də eləyəcəm, bəli. Nə etsə? Nə etsə, bəli, onu eləyəcəm. Və bunu eləyən uşaq və ya böyük sanki bunu edir və gülür, zövq alır. Buna çatmır ki, bunu təkrar eləməli deyil. Hətta belə deyib, o el arasında bir söz var, uşaq elə bir işlənir. Yəni belə şey olur. Çox uşaqlarda biz görürük bunu ki, bir-birlərini təkrarlamağa çalışırlar. Digəri də qıcıqlanır buna görə. Bəzən o tik pozuntusundan uşaqlar gəlir müayinəmə, deyir ki, anası,
və ya autizm spektr pozuntusunda deyir doktor, bunun elədiyi fırlanan hərəkətləri, nə bilim oturub qalxmağı, əlini çırpmağını o da eləyir. Deyirəm yox, o sadəcə olaraq ona baxıb eləyir. Onda pozuntu yoxdur. O bir müddətdən sonra vərdişə keçirə bilər, amma çalışın onu korreksiya eləyin. Daha sonra belə deyək, kapropraksiya var. Nədir? Şəxs ədəbsiz, tərbiyəsiz, qeyri-etik ifadələr işlədir. Bu adətən yeniyetməlik çağında məktəb yaşlı uşaqlarda müşahidə olunur və nə edirlər? Öz ətrafında olan insanların ağzından hansısa tərbiyəsiz sözü eşidib danışır və yaxud da nə edir? Gedir yaxınlaşır davranışlarla. Gedir kimisə şalvarını çəkir. Məktəbdə müşahidə olunur bu şey. Kimisə koftasını dartır, əynindən çıxartmaq istəyir. Münaqişəyə meyilli olur. Bu uşaqlarda davranış pozuntusu irəliləyən etapda görüldüyü üçün Günay xanım, bu uşaqlar gələcək etapda artıq yeniyetməlik çağının növbəti etaplarında müalicə tətbiq edilməzsə və valideyn dəstəyi olmazsa nə edir? Zərərli vərdişlərə meyilli olur. Alkoqola, spirtli içkilərə fikirləşir ki, görəm bunun dadına baxsam necə olar? Nə zövq verir mənə? Uşaqlar belə deyək ki, çöl həyatı yaşamağa meyilli olurlar, küçə həyatı yaşamağa meyilli olurlar. Artıq burada tip pozuntusu, Tourette sindromundan keçib davranış pozuntusuna girmiş ola bilir. Valideynlər daha diqqətli olmalıdırlar bu anlarda. Təkcə belə deyim də, mən bu sözü işlətməli olacağam. Bəzən görürsən deyirlər ki, bu uşaq tərbiyəsizdir. Yəni burada artıq tərbiyədən söhbət getmir, artıq burada bir pozuntudan söhbət gedir. Neyropsixotik bir pozuntudur və əziz valideynlər diqqətli olaq. Hər bir şeyə çarə var. Yetər ki biz vaxtında doğru ünvana müraciət edək. Bəzən biz savadsızlığımızdan ola bilər, bəzən bilməməzliyimizdən ola bilər. Doğru istiqaməti seçə bilmirik, doğru həkimi seçə bilmirik. Bax, bu kimi hallar yaşanırsa, xüsusən də yeniyetmə yaşlarında biz görürük ki, müəllimlər uşaqlardan bu cür şikayətlər edirlər ki, digər uşaqlara nəsə fiziki şiddət edir, sataşır, dərsi keçməyə qoymur, dərsi pozur, bir pozuntu, bir hiperaktivlik yaşanır. Bax, bu hiperaktivliyin altında da bu görülə bilər. Çünki bayaq doktorumuz çox gözəl dedi ki, diferensiasiya edir bu xəstəliklər bir-biri ilə öz arasında. Günay xanım, bu məqamda vokal tiklər haqqında danışmaq istəyərdim. Vokal tiklər səs tikləridir. Cəmiyyətimiz arasında çox az rastlanır motor tiklərlə müqayisədə. Biz motor tikləri daha çox ilk dəfə uşaqda 4 yaşında, 3 yaşında, 5 yaşında tik pozuntusu başlayanda, yəni bu təkrarlanan davranışlar başlayanda ilk gördüyümüz hərəkətlə bağlı motor tiklərdir. Vokal tiklər sonraki etaplarda görülür. Mənə müraciət etmiş valideynlər, Günay xanım, adətən ağırlaşmış formada olur. Gəlir yanıma, bəli, universitetə imtahan verib, universitet imtahanı bitib, ondan sonra gəlir. Və uşaq artıq cəmiyyətdədir, universitetdə oxuyur, tələbədir, o halda gəlir. Nə görülür Aytan xanım? Gəlin deyək ki, valideynlər bəlkə ola bilər, bilmirlər. Mən anlayıram. Bəzən görürsən ki, biz o qədər işə başımız qarışır ki, bəzən elə analarımız var. Mən hər zaman söyləyirəm ki, ən çətin iş evdar xanımların işidir. Çünki bütün günü mətbəxdə və evin işi bitmir. Həm eyni zamanda uşağın dərslərinə vaxt ayırırlar. Bəzən gözümüzdən qaça bilir. Mən heç kəsi qınamaq istəmirəm, amma məlumatlı olmalıyıq ki, vaxtında bir tədbir görək, bunun qarşısını alaq. Birinci növbədə qeyd edərdim ki, vokal tiklər, ümumiyyətlə vokal tiklər necə olur yaranır? Necə olur biz bu səsi öz səsimizlə bir yerdə çıxardırıq? Vokal tiklər zamanı bizim danışdığımız səslə bərabər, onunla paralel olaraq səsin alt qismində zəif və yaxud da ondan üstün olaraq səslər müşahidə olunur. Bu nəyin fonunda olur? Tanallıq dəyişir sadəcə. Bəli, tanallıq dəyişir. Sanki eyni vaxtda məndən özümdən bir-ixtiyar, yəni qeyri-ixtiyarı səs çıxmağa başlayır. Bu bizim harada göstərəcək? Bax, körpücük sümüyü ilə birinci qabırğa arasında olan əzələlərin, eyni zamanda döş qəfəsi əzələlərinin, diafraqma əzələlərinin, diafraqma əzələsi nədir? Bizim döş boşluğumuzu qarın boşluğundan ayıran əzələdir. Və eyni zamanda qarın boşluğu əzələlərdə hərəkətlər müşahidə olunur, təkrarlanan. O motor tiklər necə hərəkət edir? Bu hərəkətlər fonunda sanki, bəli, bir dalğa yaranır. Hava axını yaranır Günay xanım. Bu hava axını bizim nəfəs borusumuza keçir, borumuza keçir, eyni zamanda boğaz nahiyəmizə, ağız boşluğumuza, burun boşluğumuza. Bu hava axını hərəkət fonunda səs axınına çevrilir. Və biz danışarkən bu səs axını bizim danışığımızla bir yerdə çıxır. Necə? Nələr müşahidə olunur vokal tiklər zamanı? Sanki şəxs mən danışıram, amma bu səs məndən paralel çıxır. Məndə indi vokal tik yoxdur deyə indi bunu yaratmaq çətindir. Mən istəyirsiniz danışım, siz səs çıxardın. Gəlin bunu. Tourette pozuntusunu bilirəm deyə belə uşaqlar görmüşəm. Düşünün, mən ya siz danışın, mən səs çıxardım.
Məsələn, gəlin E hərfi. Bax, siz Bəzən olur danışırsınız, ki, eyni vaxtda səs eyni gedir. hərfin, eyni məsələn sait səsin bir neçə tonallıqda çıxara bilirlər. Eyni vaxtda Sanki səs gedir. Bir yuxarı, bir aşağı, bir orta Bəli. tonallıq. Danışaraq hıçqırma müşahidə olunur. Danışaraq sanki o mədədən qəyirmə hissiyatı necə yaranır? Elə bir səs çıxır. Belə. Səslər sanki çıxır. belə O səslər onun danışığından paralel çıxır. Müayinəmdə oturan pasiyent də elə eləyir. Oturduğu yerdən bir də Özündən asılı deyil. danışa da sakit halda da ola bilər. Digər bir şəkildə şəxsdə ah çəkmə olur bu müddətdə. Tez-tez ah çəkmə, ağız marçıldatma olur. Ağzını marçıldatır. Və əmmə hərəkətləri olur. Körpə uşaq əmziyini sosdan necə əmər? Bax o formada əmmə hərəkəti olur, bunu təkrarlayır. Və yaxud da ki, digər bir ağır vakalarda olur, görmüşük ki, mən bunu tibb bacısında görmüşdüm. Öz səsi ilə bərabər it hürüşü, it kimi hürür. Və yaxud da ki, xoruz kimi banlayır, qurbağa kimi quruldayır. Bax, bu hallar da müşahidə oluna bilir. Çox təəssüf ki, Günay xanım, bu vokal tikləri olan pasiyentlərin valideynləri gec müraciət edir. Biz həkim psixiatra müraciət eləyənə qədər ən qədər nevroloqda əsəb üzrə müalicələr alır. Yazanlar var. Təəssüf ki, həmin müalicələr nəticə olmadı. Çünki doğru ixtisas həkimini seçməyiblər. Bununla həkim psixiatr məşğul olmalı. İnanın, müayinəmə pasiyent gəlir, məsəl üçün tik pozuntusunu 1-2 dərmandan korreksiya eləyə bilirik. İndi bəlkə də bizi izləyən o pasiyentlərindən tik pozuntusunda müalicə olanlar qoşula bilər. Bir və yaxud da 2 dərman, hərdən deyirlər, ay doktor, elə bu? Deyirəm, bəli, elə bu. Müayinəyə gələn pasiyent inanın ki, Günay xanım, əllərində bir sürü sənədlər, müayinələr, analizlər, baş beyin emir. Baxmayaraq deyirəm ki, bəli, neuropsixiatrik pozuntudur, amma neuro deməklə o demək deyir ki, biz bütün pasiyentlərə eyni qaydada baş beyin MRT, EEG müayinəsi, qan analizləri verilir. Nəysə təsdiqləməyə çalışırlar. Qeyd edərdim ki, tik pozuntusu və Tourette sindromu neuropsixiatrik bir pozuntu olsa da, beyin kimyasında dəyişiklik getsə də, bunu mən psixiatr olaraq araşdırmaq üçün hər hansısa bir müayinə üsulunun olması vacib deyildir. Bunu altını çizərək deyirəm. Və bir halda ki, sizin kimi peşəkardan söhbət gedirsə, Aytan xanım doğrudan da sözün əsl mənasında bir peşəkar həkim psixiatrdır və inanın ki, bax, il yarımdır da, artıq 1 ildən çoxdur ki, bizlə bərabərdir. Bu müddət ərzində hətta bizim efirimizə zənglər də olub bundan bağlı. Bir dəfə və yaxud da 2 dəfə vaxtımızın məhdudluğu ilə zəngləri qoşmuşuq və hamısı da iş sahibləri, müəyyən belə peşə sahibləri, tanınan insanlar var arasında, balaca uşaqlar var, hansı ki, onlara heç yerdə doğru diaqnoz qoyula bilməyib və son olaraq Aytan xanım doğru diaqnoz qoyaraq bir adda dərmanla onları müalicə edərək həmin o həyat keyfiyyətlərini artırıb və gələcəkdə baş verə biləcək fəsadların qarşısını alıb. Elə yeri gəlmişkən bir şey qeyd etmək istəyərdim. Bizə müraciət etmiş pasiyent, belə deyək də, tik pozuntusundan Tourette sindromunun diaqnozunu həkim psixiatr təyin edir. Necə təyin edir? Müayinəyə daxil olmuş olan pasiyent 30-40 dəqiqə ərzində obyektiv müşahidə edirik. Yəni, obyektiv müşahidə dedikdə, tik pozuntusu, Tourette sindromu, pasiyent müraciət edibsə, onun davranışlarına, eyni vaxtda etdiyi müəyyən bir ritualistik hərəkətlərinə, həmin vaxtı vokal tiklərin olub-olmamasına nəzər yetirilir. Pasiyentin özündən əsaslı bir sorğu keçirilir, anamnez toplanılır. Eyni vaxtda yaxın qohumlarından kimsə gəlibsə, valideynləri gəlibsə, onlardan da anamnez toplanılır. Hansı anamnez ki, Günay xanım, hər biri gəlib, uşaq böyük fərqi yoxdur. Doğulan andan, ananın bətninə düşən andan, ta ki yanıma gələn ana qədər anamnez toplayıram. Çünki bunlar hər biri bizə vacibdir. Və mənə qədər olan müayinə və reseptlərini nəzər yetirirəm. Və bundan sonra artıq əsaslı şəkildə diaqnozu təyin edərək müalicəyə başlanılır. Keçərdik burada biz artıq hansı tik qaldı? Deməli, biz vokal tiklərdən danışdıq. Sadə vokal tiki dedik, mürəkkəb vokal tiklər var. Bu necədir, doktor? Burada, bəli, Günay xanım, polilaliya olur. Polilaliya nədir? Şəxs özü danışır, özü ilə bərabər olaraq danışarkən paralel, sinxron öz səsini bir də təkrarlayır. Eyni sözü təkrarlayır. Eyni sözü təkrarlayır sanki, polilaliya. Amma özününküdür də, bu kənardakı deyil, polilaliyadır. Exolaliya var, qarşısındakının sözlərini təkrarlayır.
Məsələn, siz danışırsınız, danışandan sonra mən də eyni şeyi təkrar edirəm. Mən də eyni şeyi təkrar edirəm. Doktor, necəsiz? Mən də deyirəm ki, Günay xanım, necəsiz? Və eyni şeyi. Anladım. Deyirəm ki, doktor, necəsiz? Mən də təkrarladım sizi, yəni belə baş verir. Belə. Yəni ona görə də anlaşma alınmır da, yəni bir dialoq yarana bilmir. Bir dialoq alınmır həmin o şəxsin digər şəxs arasında. Digər şəxslərlə alınmır. Kaprolaliya deyirik. Kaprolaliya nədir? Ədəbsiz, tərbiyəsiz, qeyri-etik ifadələr işlətmək. Bu da yeni yeniyetməlik çağında olur. Uşaqlar söyüşlər söyməyə meyilli olurlar. Bəzən o biz nəsə videolar paylaşanda sosial şəbəkələrdə deyirlər ki, davranış biz keçən dəfə diqqət təhsili hiperaktivlikdən danışanda deyirlər ki, doktor, elə bu tərbiyəsizlikdir də. Yox. Tərbiyəsizlik başqa bir haldır. Bəzən o deyir ki, tərbiyəsizliyin adını qoyublar hiperaktivlik. Yox, bu o deyil. O başqa bir məhfumdur. Burada məsələ tik pozuntusundan gedir. Doğrudan da biz burada diqqətli olmalıyıq. Uşağımızı bu zaman incitmək, küncə qoymaq, cəzalandırmaq, ona müxtəlif, belə deyək, cəzalandırıcı üsullarla bunu eləmə, əlinə vurmaq ki, təkrarlama. Axı, bu pozuntudur, bunun fərqinə varmalıyıq. Ən azından uşağımızda... Yəni, bunu biz özü ilə danışsaq uşağın, məsələn, söhbət gedirsə artıq 6-7 yaşında bir uşaqdan, məsələn, bu barədə diqqət çəkilsə və yaxud da danışılsa, vəziyyət yaxşılaşar, yoxsa daha da pisləşər, doktor? O yaşda uşaqlar çox dərk eləmirlər, 6 yaşlarında. Onları kontrol eləyə bilmirlər, idarə edə bilmirlər və uşaq hətta bəzən heç özünün nə elədiyinin fərqinə vara bilmir. Uşaq məktəbdə utanır, sıxılır, özünü bitər, sıxır, eləmir. Əgər bu dərk edirsə, biraz yuxarı yaşlardadırsa, 10-12 yaşındadırsa. Bəs doktor, gərginlik artdıqca artıq tiklərdə artmalıdır. Günay xanım, evə gəlmir, bax dediyiniz kimi, evə gələndə 1-ə 5 artır. Məsələn, məktəbdə onu eləyə bilmir. Sıxıb saxlayıb özünü evə saxlayıb. Evə saxlayıb, rahat ortamda, öz yatağında, evə girən kimi başlayır o 1-ə 5 artmağa. Sanki relaks olurlar, rahatlamış olurlar. Ən çox bu tiklər cəmiyyətdə stigmatizasiya yaradır hansı halda? Bizə kiçik yaşlarda müraciət etmirlər, gözləyirlər ki, keçər, düzələr, sağalar, hər şey yaxşı olar. Falan kəs də belə elə yaxşı oldu ki, gözünü qırpırdı, düzəldi, səs çıxardırdı, yaxşı oldu. Nə bilim, aptekdən, qonşunun qohumu məsləhətindən götürüb bir dərman verirlər, hər şey düzələcək də. Düzəlmir, daha da proqresivləşir. Bizə gecikmiş mərhələdə müraciət eləyəndə artıq Tourette sindromuna keçə bilir. Tourette sindromu nədir? Bunu deyim. Tourette sindromu zamanı ən azı 2 motor tik və yaxud da ki, ondan daha artıq motor tiklər, hərəkətlə bağlı olaraq yaranan tiklər, başını sallama, çiyin atma, gözünü qırpma, bəli, Günay xanım. Və ən azı bir vokal tikin olması, səs çıxarmanın olması artıq burada Tourette sindromunun qoymasına əsasdır. Mən deyərdim ki, mənim müayinəmə gələn pasiyentlər heç bir vaxtı mən çox nadir görmüşəm ki, tək halda tik pozuntusundan müraciət eləsinlər. Məsələn, motor tiklərlə gəlsinlər. Adətən komorbid formada, yəni birləşmiş formada Günay xanım, həm motor tiklər, həm vokal tiklər olur ki, biz də buna Tourette sindromu deyirik. Tourette sindromu ağır bir sindromdur. Niyə? Ağırlaşdıqda, proqresivləşdikdə, proses dərinləşdikdə Günay xanım, uşaq neynir? Artıq bu vəziyyətdən çıxış yolu tapa bilmir, özünü döyür, özünü çırpır. Ağır vakalar görmüşəm ki, bədənində şıram izləri olur. O qədər özünü döyür ki, uşaq. Axı bu motor formada olur ki, bədənində izlər qoymuş ola bilir. Bəs özündə eləyə bilməyəndə valideyninə vurmuş olur. Və Tourette sindromu gedişatda biz nəyi müşahidə eləyə bilərik ağırlaşmış formada? Şəxs rutin həyatı pozur, funksionallığını pozur, əmək qabiliyyəti, iş qabiliyyəti aşağı düşür. Müəyyən bir müddətdən sonra bu uşaqlarda duyğu, düşüncə və davranışların diqqətin sürdürülməsi pozulur. Nəticə etibarilə burada uşaqlarda akademik bacarıqları aşağı düşür, dərs perspektivləri aşağı düşür, anlama, qavrama, yadda saxlama problemləri yaranır. Şəxs bəzi hallarda qidadan imtina edir, qidalana bilmir. Bunun fonunda sürətli çəki itirir, bəzi hallarda ağırlaşmış formada anoreksiya, kaheksiyaya doğru gedə bilir. Cinsel zəiflik yaranır, kişilərdə erkən boşalma, tez boşalma, müəyyən etapda isə artıq depressiv epizod formalaşmış olur. Depressiv epizodda özünə qapanır, həyatdan zövq almır, maraq dairəsi enir, biz buna anihedoniya deyirik və yaxud da ki, hərəkətsizlik yaranır. Şəxs buradan durub orada otura bilmir, yatağından qalxa bilmir, biz buna avalüsiya deyirik və artıq bu halda xəstəlik buket halını almış olur, ağırlaşmış formada olur.
Doktor o qədər incə məqamlara toxunur ki, izləyicilərimizin yazdığı sualları da elə cavablamış olur. Amma mən baxıram ki, doğrudan da siz qeyd etdiyiniz kimi 4, 5, 6 yaşında olan uşaqların valideynləri daha çox yazır və bəzən də bayaq siz Tourette sindromunun tərifini verdiniz. Bir neçə tikin bir arada olduğunu qeyd edirlər. Amma siz söylədiniz ki, bir neçə tik və üstəgəl bir vokal tik olmalıdır ki, artıq bu Tourette sindromu diaqnozu qoyulsun. Əgər belə şübhələriniz varsa, dəyərli valideynlər, xüsusən də bax, mən uşaqların valideynlərinə, yeniyetmə valideynlərinə səslənirəm, amma baxdım ki, bir 18 yaşında oğlanın valideyni də yazmışdı ki, mənim övladımda da belə tiklər var. Buyurub Aytan xanıma müraciət eləyə bilərsiniz. Doktorumuzun əlaqə nömrəsi 050 377 54 22, 099 377 54 22. Həmçinin depressiya, panik atakla bağlı, həyəcan, təşviş pozuntusu ilə bağlı, obsessiv kompulsiv pozuntu, saç yolma pozuntusu, dəri yolma pozuntusundan əziyyət çəkənlər, autizmdən, yəni autistik spektr pozuntusundan, diqqət əskiliyi və hiperaktiv pozuntudan, bugün haqqında danışdığımız tik və Tourette pozuntusundan, əqli inkişaf pozuntusundan əziyyət çəkənlər də doğum sonraki depressiya və psixi pozuntular, şizoaffektiv pozuntu, travma sonrası pozuntular, cinsi disfunksiyalar, enurez, alkoqol və narkotik maddələrin istifadəsi fonunda psixi və davranış pozuntularından əziyyət çəkənlər də dəyərli həkim psixiatrımıza müraciət eləyə bilər. Gəlişiniz üçün təşəkkür edirəm, doktor. Mən sizə təşəkkür edirəm. Minnətdaram. Çox sağ olun dəvətiniz üçün. Düşünürəm ki, maarifləndirici bir nəsə çatdıra bildik bizim izləyənlərə. Sayənizdə bir nəfərə belə köməyimiz dəydisə, nə xoş bizə. Gününüz uğurlu olsun. Biz isə davam edəcəyik, amma qısa aradan sonra.